Kesin sabah xeyirli uğurlu olsun. Biz səhərimizi başlayırıq. Ailənin əlini buradan görə bilərsiniz. Deməli yumurtalar qaynatdım. Sosislərdir. Aynin çıxın vitamin D'sidir. Çaydır. Bir də orada bağlı şeydə bağlı qabaqda kərə yağıdır. Bu da atam düzəltdiyi pendirlər bizə verib. O gün gəlib bizə ağ pendir düzəldib, bir də Holland. Bir də sosisləri göstərəcəm, hansından götürürəm. Sosisləri də tullamadım ki, sizə də göstərim. Belə sasikalardan götürürəm, kimə maraqlıdırsa. Bu yeni bacon plitamız. Deməli, hələ belə başa düşməyəcəksiniz heç nə, çünki ustanı gözləyirik. Buranı da belə göstərim. Biləsiniz ki, nələr dəyişiləcək. Burada kofe edirəm özümə kofe edirəm. Yoldaşım isə düşüb ustanın arxasıca onu qarşılasın. Kстати, bu köhnə yerdir. Köhnə plitkamızın yeri. İndi birazdan sonra nəticəsini göstərəcəm. Nərimanovda bir dənə mağaza var, Hokka. Ora girmişdi. İki dənə şeylər aldıq ev üçün. Bu soyuducunun içinə yerləşdirmək üçün də 90 qəpikdir. Yadınızda demişdiniz mənə bundan götür, sərərsən. Yəni ləkə falan saxlamır. İndi bunu salandan sonra göstərəcəm sizə. Burada deyəsən, səhv eləmirəmsə 4 ədəddir. Üstündə 4 yazılıb. Yəqin ki 4. Qiyməti də 90 qəpik. Sonra sarımsaq əzmək üçün, bunda qiyməti yoxdur, indi qiymətini tapsam yeyərəm. Sonra külqabı. Külqabı neçə idi? 1 manat. Potom ayaqqabı üçün saxlama qabları, saxlama çixol 60 qəpikdir. Sonra bir dənəsini də götürdüm. Belə bir şey götürdüm. Deməli, həm pendir rəndələyə bilərsiniz, həm şokolad. Mən bunu götürdüm ki, məsəl üçün tort pişirəndə mənə lazım olur. Ora limon qabığı, bundan istifadə edəcəm. Bu da 3 manatdır. Potom, bunu yenilədim. Çalxalamaq üçün 90 qəpik, o birisini tullayacam, artıq pis gündədir. Potom, belə bir şey. Bildizdə nədir? 1 manatdır. Bura qubqa yerləşdirmək üçün krantdan asırsınız. Rahatdır. Məndə hər dəfə rakovinanın içində hardasa o tərəfdədir. Bir də belə təmizlik üçün. Bunu əslində yeni plita üçün aldım. Mikrofibra. Bunun da qiymətini yazaram burada ekranda. Bilmirəm neçədir, yazılmayıb qiyməti üzərində. Belə də göstərim. 18 manat pul ödəmişik. Kuryer də zəng elədi, sağ olsun, damafonumuz işləmirdi, düşdüm, götürdüm. Yoldaşım işlədi, çatdırmadı, götürməyəm. Belə bir şey verdilər, 149 manat aldıq indirimdən. Keçim, evdə görsədərəm. Yeni Karaca dəsti də aldım. Qiymətini yazacağım sizə. Əslində Trendyolda baxmışdım. Trendyolda daha baha idi. Bilmirəm niyə. Ümumiyyətcə heç noyabr kodu da var idi, oktyabr kodu da var idi. Onları da vurmuşdum. Amma bu tavalar çox baha idi orada. Bizim Karacada isə 28 manatın içindən aldıq. Əslində stokda yox idi. Evə kimi, mənzilə kimi çatdırılma oldu. Düzdür, bizdə damafon işləmir deyə özüm düşdüm. Belə bir setdir. İndi açıb göstərəcəm sizə. 13 parça təncərə seti var, plus 5 parça servis hədiyyəsidir, yəni setdir. Eləmə. Dəli bir şey. Heç nə, bu rəngi də özüm seçdim. Bu rəngi çox bəyənmişdim. Qranit tavadır, biogranit tavadır. Türkiyə məhsuldur, bilirsiniz, Karacadan kim istifadə edirsə. Həm emsanı bəyənirəm, həm Karacanı. Hər ikisini ancaq Karacanın məhsullarını çox alıram. Emsanın hələ məhsullarını sınamamışam, amma inşallah ki, orada gedib dəyib bir şey mətbəx üçün, özüm üçün alacam. Bu da yoldaşımın bir mənə hədiyyəsidir. Bilir ki, mətbəx əşyalarını çox sevirəm və bunu mənə hədiyyə elədi. Plus da ki, bizim bar stolumuz. Onu da sonradan sizə göstərərəm. Və qızlar, baxın, 1, 2, 3, 4, 5 ədəd qazan və tava, 2 dənə tavadır, 3 dənə tavadır, 2 dənə qazandır. Bunların qapaqları həm buna gedir,
Baxın, bunun qapağı da buna gedir. Yəni əlavə qapaq almaq heç lazım deyil. Rəngi də gözəldir. Altı belədir. Nə çox şey deyil, yüngül deyil, nə də ağır deyil. Orta. Yəni o birisi qazanlarıma baxanda onlar çox yüngüldülər. Yəni belə eləyəndə başlayır o tərəfə bu tərəfə yellənməyə. Amma çox bəyəndim, çox gözəldir. Bu da belə balaca, rəngi də belə, yəni mənim mətbəximə çox yaraşır. Çünki bu krem tonları mən çox sevirəm. Bu da yeni peçimiz. Beko peçidir. Sonra işdirəndə görəcəksiniz. Görsünüz, bütün tavalar yerləşdi. Hətta burada 2 ədəddir. Birini yandırırsınız. Belə balaca kururuklu. Həm balaca, həm böyük eləyə bilərsiniz onu. Belə 4 gözlüdür. Mən yandırım. Yandı. Görürsünüz 4 gözlüdür, timerdir. Əvvəlki kimi peçimizdir, amma başqa cürədir, yəni 4 gözlüdür. Yəni söndürək. Və salam, çox bəyəndim, çox gözəldir. Gəldilər, pulsuz quraşdırdılar. Sadəcə bunu, yəni ki, gəlib mebel ustası kəsdi, çünki bu mərmərdir. Mənə demişdiniz ki, mərməri dəyiş. Xanımlar, mərmər çox bahadır. Yəni bu stol, buradakı mərmər bizə baha başa gəldi. Yəni bir bu bar masasını həm köməkçi masa kimi gəlir. 500 manata yaxın pul ödəmişik. Yəni burada içəridəki baxın, hələ təmizlik işləri gedir. Məndə başım qarışıqdır. Burada da belə içəri dolu belə şkaflardır. Həm polkalar da var. Burada belə yerləşdirmişəm bəzi şeylərimi. Əsas odur ki, həm ət çəkən, həm aero grill, həm bu kombayn, mətbəx kombaynı. Burada da multivarka yerləşmişdi. İndi istəyirəm o birisi şkafı başqa bir şey eləyim. Əslində belə bir gözəl görünüşü var. Bir dənə buranı dəyişmək istəyirəm. Plafon qoyduracam ora. Məncə plafonla daha qəşəndir. Bir də aspiratorumuzu köhnəlib. Baxın, burada buranı təmizləmək lazımdır. Baxın, burada qopub. Bilmirəm, bunun iç reşotkasını mı dəyişdirim, yoxsa aspiratorun özünü. Elə də baha deyil, aspirator 100 manata yaxındır. Mən amma buranı çox bəyəndim. İndi çox əlverişlidir. 4 dənə yemək burada pişirə bilərəm polunu. Yarımçıq sözüm qaldı. Deyirdiniz, burada məndə mərmərdə, o tərəfdə. Ora doludur, indi göstərməyəcəm. Belə qırıntılar var, nə bilim, bıçaqla kimsə kəsib. Bunu dəyişdirmək üçün ustadan soruşduq, çox başa gələcək, çox baha başa gələcək. Ona görə bu hələ mənim, bizim yoldaşımla büdcəmizə uyğun gəlmir. Haçan uyğun gəlsə, onu da dəyişdirəcəm. Yəqin ki, məni pis anlamarsınız. Onsuz da mətbəxim var, prosto ki, biraz səliqəsiz görsənir. Çünki əvvəl dediyim kimi, yenə də soruşursunuz. Burada əvvəl qaynanam yaşayıb, qaynanamla qaynatam. Sonradan isə bu evi yoldaşıma veriblər. Və biz gəlib bu evə, burada hər şey artıq var idi. Ona görə hazır gəlmişkən. İndi isə asta-asta dəyişdiririk. Nəyi bəyənmiriksə, nəyi dəyişdirmək istəyiriksə, onlar bizə xeyrini verib, biz də yəni məsləhətləşib onlarla yenə də dəyişdiririk buranı. Volkanda belə çay üçün eləmişəm. Burada əslində soyuducu üçün almışdım, amma soyuducuya yerləşmədi. Bundan bir də əlavə belə bir şey elədim ki, qalan məhsulları buraya yerləşdirim. Amma qızlar, qiyməti yadımdan çıxıb. Belə üzüllü sayın. Hokka Bakudu, Hokka Nərimanovdur. Bu общем, oradan götürmüşəm bunu. Qızlar, içərisində belə bir set var idi. Göstərmədim sizə. 2, 4, 5 ədəd. Belə qaraca yazılı. Amma bunlar plasmasa oxşuyur. Silikon deyil. Məndə hamısı silikondur. Yəqin ki, bunlardan istifadə eləməyəcəm.
Evimizin yeni sakini Azalya. Axır ki götürdüm. Qorxa-qorxa götürdüm ki baxa bilməyəcəm. Amma aldım. Kısaca 25 manata götürdüm. Orada daha da gözəli vardı. Böyle yekeydi, ağaç kimi. O isə 65 manataydı. 2 dənə alış-veriş elədik. Belə yüngül var. Gəlin göstərim nələr aldım. Həm qiymətləri də sizə indidən göstərim ki, çekdə görə bilərsiniz. Baxın. Hər bir şeyin qiyməti çekin üzərindədir. Keçək. İndi hamısını çıxardım. Belə mənə narahatdır, bir əllə göstərəcəm. Rahat marketdən aldım. Üçü birindədir. Belə təmizlik üçün mənə lazım idi 1.90-a. Sonra Rossmanndan yoldaşım özünə Old Spice götürdü. Bu heç. Bu da Old Spice'dır. Dizodorant. Bir də özümə belə Isana'nın dizodorantını götürdüm. Alüminium tərkibində yoxdur. Əvvəl Rexona götürdüm. Dedim bundan götürüm. Kısaca qoxusu da çox gözəldir. Vanil qoxusudur, belə şirin. Parfüm dizodorant gedir bu. Bunu da Instagramda görmüşdüm. Paylaşmışlar ki bu qızdırmanı salır. Bilmirəm, bəlkə bundan istifadə eləmişsiniz. Eləmişsinizsə yazın, yəni effekti var ya yoxdur. Böyle bir şeyde bantdı. Sonra bir de bu çaynik temizleyen. Bu hem kofe maşın için de gelir, hem çaynik için gelir. Bir de ütüler olur, parla işleyen, buharla işleyen. Onlara da gelir. Yani bunu da götürdüm. Görək bizim Xiaomi çaydanımızı temizlesin. Bir de girmiştik Yusk mağazasına. Orada da yeni il için bir iki tane şeyler aldık. Bunu götürdüm. Sonra böyle doğramaq üçün daska, taxta, doğramaq üçün taxta götürdüm. Taxta kısaca akasiya ağacındandır. Belə, amma geçen görsənir. Düzdür, başqalarına da baxmışam, amma o qədər keyfiyyətini bəyənmədim. Potom yeni il təamlı böyle bir kovrik götürdüm. Bunu götürdüm. Bu da ayak altıdır. Bilmirəm. İndi qapının girişində yerləşdirəcəm, yoxsa hamam otağının yanında. Bir də belə gözəl şam. Bu da yeni ilə aiddir. Bu da Dekaliv'dan. Dekaliv'a girmişdik. Orada da nə aldıq? Onları göstərim. Əslində ondan 2 gün qabaq da getmişdik, amma bunları görməmişdik. Yeni məhsullar gəlib, gedib baxa bilərsiniz. 2 dənə belə bir şeydir. Bu kısaca bu bilmirəm nə üçündür. O tarafa bu tarafa gedir. Neyse. Bu yoldaşımın fincanıdır. Gelin gösterim. Sizce buradan ne içecek? Çay. Yani başım boyda olabilir bu fincan. Ama geçendi. Ne var bu sözüne göre alıp. Sizce bu fincana nə qədər pul ödədik? Siz də fikrinizi yazın, maraqlı olar fikrinizi bilmək. Bütün şeyləri oxuyuram hər dəfə. Qiyməti də sonda deyəcəm. Bir də bu qap. Bu qap plasmasdır, materialı. Mən bunu nə üçün götürdüm? Yəni bunları meyvəni yerləşdirmək üçün. Çünki məndə elə də böyük qap yox idi. Görürsünüz, bura yerləşdirmişəm, amma burada tam tutmur. Burada rahat bütün meyvələr yerləşir. Hətta bundan böyükdür. Bir xanım da yaxınlaşmışdı, bizim əlimizdə görmüşdü bu qabdan. Soruşdu ki, hardan götürdük? Biz Whitestone ünvanından götürmüşük, Dekaliv olan yer mağaza. Whitestone tərəfdə yerləşir, yanında da Rossmann mağazası var. Orada ən yuxarıdadılar bu qablar. Satıcıdan sorursaz, yəni göstərə bilər sizə. Yazana kimi ümidvaram ki, yazdınız qiymətini. Təxmini papa yazılı köynəkli 5 manatdır fincan qiyməti. Meyvə qabı isə 6.90. Paket də heç 20 qəpik. 3 manat, hardasa 50 qəpik. Belə bir şey aldım. Yəni qutudur, zibil atmaq üçün necə yerləşdirirsiniz? Belə götürüb yerləşdirirsiniz buraya. Burada eləcə qalır. Çox rahatdır. Bir də bundan götürdüm. 5 manat 10 qəpik idi bu. Nəsə yerləşdirmək üçün. Sonra belə bağlayırsınız. Buradan da görsənmir. Burada da bir dənə belə tort eləyirəm. Görəcəksiniz tortu. Korju eləyəndə sizə də göstərəcəm. Kremini də hazırladım. Xamadı 25%'lik götürdüm. Bir də qaynadılmış, yəni qaynamış zqaşonu. Belə gözəl, ləzzətli krem alınır.
Dəqiqə çəkiliş gedir. Burada lampamı da gətirmişəm. Sizlər üçün resept çəkirəm. Deməli 3 dənə yumurta mütləq və mütləq otaq temperaturunda olmalıdır, yoxsa biskvitimiz alınmayacaq. Sonra bütün qramajları qızlar videonun altında tapa biləcəksiniz. Kakao paraşok, biraz duz, qabartma tozu, un və şəkər. Bir də mikser lazım olacaq bizə. Bütün qablar otaq temperaturunda olmalı, nə soyuq, bir də içində su falan olmamalıdır. Yəni quru qablar. Nəysə başlayaq. 3 dənə yumurtanı bir çimdik duzla qarışdıracağam biraz. Mikserlə və öncədən sobamızı yandırırıq ki qızsın. 170 dərəcəyə qoyun, qəşəng qızsın. Bir çimdik duz. Qarışdırım gəlirəm. Çünki Aylin yatır. Qorxuram birdən oyanar. Gedim qarışdırım, qəşəng qayıdacağım yanınıza. Sonra qarışdırandan sonra isə şəkəri vuracağıq bura. Hazırdır. Belə ağ olana qədər yaxşıca onu mikserdən çalxalayın. İndi sütkeçdən deməli keçirəcəm kakao paraşok, biraz qabartma tozu və un. Hamısının qramajları narahat olmayın, videonun altında yazacağım. Yəni məndə eynisi, formamın da razmerini yazacağım sizə. Gedim qarışdırım. Əslində belə lapatka ilə də qarışdıra bilərsiniz. Qarışdıraq. Formamız da hazırdır. Göndərəcək formaya. Formanın da altına pergament sərdim. Heç nə yağlamaq lazım deyil, yapışmayacaq. Kənarlarından elə biraz keçəcəksiniz. Vəsə. Gəlin mən qarışdırım, qaydıram. Vəsə qızlar, yerləşdirdim, göndəririk sobaya 30-35 dəqiqə. Biskvitimiz də hazırdır. Görün necə gözəl qalxıb. Bunu yoxlamışdım ki, içi qurudur ya yox, quru çıxdı. Quru çıxandan sonra hazırdır. Əgər o balaca taxtalar var, belə qızlar, bilirsiniz hansı çöp taxtalar. Onu salırsınız içəri, görürsünüz ki, əgər çıxardanda biraz xəmirlidir, onda qoyun, biraz da qalsın. Amma mən yoxladım, məndə yəni pişib. Görək, indi bunu qoyaq. Üzərinə bir dənə çay dəsmalını qoyacağım ki, biraz soysun. Bir də bu gözəlliyə buradan baxın. İndi bunu doğrayacağım. 3 dənə belə düzgün, 3 dənə belə mənə korşuq lazım olacaq bundan. Gərək doğraya biləcəm ya yox. Vəsə qızlarım, tortu da yığdım, kəsdim qəşən 3 yerə. Ayrı bunun yığılmasını shorts videolarımda görə biləcəksiniz. Çünki YouTube'a da paylaşıram. Oradan da görə bilərsiniz. Qalan kremi də qızlar saxlayırıq. Bu biraz qalmalıdır ki, özünə gəlsin, stabil olsun və ən sonunda kremlə görəcəksiniz videoda. Kremi vururuq ən sonda və burada belə bir başlığını kəsəndə belə bir şeylərim qalıb. Belə bir kroşkalarım qalıb. Onu ki, bəzək kimi istifadə edə bilərsiniz. Özümə də bir dənə gözəl pijama almışam. Gəlin göstərim sizə də. Ürəklidir, kstati. Bir də xanım balaca konfetləri qoymuşdu. Çox sağ olsun. Birdən qızlar almaq istəyirsiniz. Burada ünvan da yazılıb. Nömrədə Instagram, bir də TikTok. Amor butikdən 25 manat aldım. İndi üzərimdə görəcəksiniz bunu. Material da qəşəndir. Və bu səhv eləmirəmsə XL razmerdir. Amma большая merkadır. Yəni mala merka deyil. Əslində mən üstdən M geyinirəm. Altdan da deyəsən M-dir. Şalvar tərəf 38-39 razmer geyinirəm. Belə. Çox qəşəndir. Bu köynəyidir. Uzun qolludur kstati. Bu da şalvarı. Şalvarı altdan belədir.
Güzeldi. Burada da rezinkalı böyle bançık var. Biz isə qızımla market alışverişine getmişdik və vlog artıq sona yaxınlaşır. Vlogun sonuna gəldik, çatdıq. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn vloglarda görüşənədək hələlik.